Təsəvvür edin ki, mağazaya daxil olursunuz və bəzi məhsulların üzərində iri hərflərlə 50% endirim sözlərini görürsünüz. Və bu endirim sözünü görəndən sonra sizin məhsullara diqqətiniz daha çox artmağa başlayır. Ancaq iqtisadçılar burada tək endirim yox, həm də insan davranışını görürlər. Çünki insanlar çox vaxt məhsulun özünü yox, qazanc hissini əldə etmiş olurlar. Misal üçün, mağazada bir paltar 200 manatdır, lakin endirimdən sonra 120 manata düşdüyü qeyd olunur. Və siz dərhal onu alırsınız və düşünürsünüz ki, mən 80 manat qabağa düşdüm. Amma siz 80 manat qazanmamışsınız, əksinə 120 manat xərcləmişsiniz. Xüsusilə də əgər o məhsula ehtiyacınız yoxdursa, ümumiyyətlə heç bir şey qazanmış olmuşsunuz. Sadəcə pul xərcləmişsiniz. İqtisadiyyatda buna davranış iqtisadiyyatı deyirlər. Və burada çox maraqlı bir anlayış var. İnsanlar itirməkdən daha çox qorxur. Nəinki qazancı sevirlər. Yəni siz 200 manatlıq məhsulu 120 manata almaq fürsətini əldən qaçırmış hissi ilə o paltarı dərhal almış olursunuz. Və buna görə də məhsulların üzərində endirim günü ən son bugündür və ya son 2 məhsul qalıb kimi sözlər sizi tələsdirib o malı almağa vadar edir. Və şirkətlər bunu çox yaxşı görürlər və yaxşı başa düşürlər. Bundan da çox yaxşı istifadə edirlər. Ona görə də siz hər hansı bir endirimli malı görərkən özünüzə bu sual verin. Doğrudan da mı bu məhsula ehtiyacım var? Yoxsa sırf endirimdədir deyə qabağa düşmək məqsədi ilə bu malı alıram? İnanın, siz əgər hər endirim vaxtı bu metodologiyadan istifadə eləsəz, bir xeyli formada lazımsız xərclərinizi azalda bilərsiniz. Əgər hər hansı bir sualınız və ya qeydiniz varsa, şərhlərdə bildirin, zəhmət olmasa.